Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bugün biz çalışarıq sizə beynəlxalq maliyyə birjasında nələr baş verəcək o haqqda söhbət edəcəyəm. Bildiyiniz kimi gündəmdə olan yenidən qızıldır. Təbii ki biz qızılı aşağıda qeybdən gözlədiyimiz halda qızıl yenidən 58 dollara səhər saatlarında yüksəlişlərə imza attı və digər cütlülər gəldidə isə digər cütlülər nə edir? Digər cütlülər gəldidə isə funtun olan rəqabətində biz dünən bu haqda söhbət açdıq və maksimum 1.33 yəni hədəfləri 800-ə qədər, 600-ə qədər proqnozlaşdı, amma 200 pips daha yuxarı istiqamətdən davam etdirdi. Yəni 1.33 800-lərə qədər qalxdı. Və bugün bay əməliyyatları olar mı, olmaz mı suala gəldilərsə gündəlik isə 850 pipsdə, amma 1087 pips qalxdı. Yəni qiymət 1.33 800-lərə qədər qalxdı. Bundan yuxarı formalaşsa, təbii ki, biz keçən həftələrə baxsaq, yəni gündəlik missiya 850 olsa, yəni 1000 qalxıbsa, hətta 2000-ə qədər yəni qalxa bilər. Ona görə biraz təhlükəlidir, yəni satış əməliyyatları üçün yalnız yəni gözləmək lazım 1.33 500-lərdən aşağı formalaşsın ki, biz satış əməliyyatlarına yəni fikirləşə vaxtda fikirləşək. Keçək biz Evronda olan rəqabətdən, Evronda olan rəqabətə biz dünə danışmışdıq bu haqda. Biz yuxarıdakı hədəfləri nəzərə çatdırmışdıq, yəni 1.15 500-ləri nəzərə çatdırdı, amma qiymət 1.15 300-lərə qədər yəni yüksəldi. Yəni təsəvvür edin, funtun olan rəqabətində 200 pips yuxarı, amma evrin olan rəqabətində hələ ki 200 pips aşağıdadır. Təbii ki, həmin yerlərə qədər gedib çatacaq və bugün gündəlik missiya 976 pips olmasına baxmayaraq 1369 pips yuxarı doğru istiqamətdən davam etdirib. Bay əməliyyatı təbii ki, funtunda olan rəqabəti kimi təbii ki, olması gözlənilə bilər. Bay əməliyyatları bildiyiniz kimi yəni 1.15 300-lərdən yuxarı formalaşsa yenidən təbii ki, yüksəlişə imza ata bilər. Yəni keçək satış əməliyyatları üçün 1.14 800-lərdən gələcək. Amma qızla gəldikdə isə qızıl gündəlik missiya 58 dollar olmasına baxmayaraq, çox üzr istəyirəm, 68 dollar olmasına baxmayaraq 58 dollar artıq səhər saatlarında qalxıb. Biz qeyblə gözlədik aşağıda, amma aşağı sonra yuxarı, amma birbaşa yuxarı doğru istiqamətdə davam etdirir və yuxarıdakı hədəfləri biz dünən nəzərdə çatdırmışdıq. Yuxarıdakı hədəfləri qızılda hansı hədəflər nəzərdə çatdırmışdıq? Yəni 3392 400-ləri nəzərdə çatdırmışdıq. Təbii ki, qiymət yəni yuxarı doğru istiqamətlə davam etdirdi və bugün demək olar ki, az bir pips qaldı ki, həmin nöqtəyə çatsın. Bugün bay əməliyyatları 33 87-lər, yəni 3387-lərdən yuxarı forması yenidən bay əməliyyatlarına yəni yerləşdirə bilərik qiymət cədvəlində. Biz maksimum demək bugünkü gündə yəni tarixin ən yüksək maksimum 33 85-lər, yəni 3385-lər, biz isə birinci hədəfi 92-ləri demişdik, yəni az bir məsafə qaldı, yəni təbii ki, onu da yoxlayacaq. Biz satış əməliyyatları üçün 33, yəni 66-larda, yəni 3366-lardan formalaşda satış əməliyyatlarını biz təbii ki, yəni qiymət cədvəlində yerləşdirə bilərik. Keçək biz digər cütlülərə, yəni hədəflər ümumiyyətlə aşağıdakı hədəflər satış əməliyyatları üçün, yəni 3342, yəni 3342 və 3320 və 3306-lar ola bilər, yəni formalaşsa. Neftin rəqabətinə gəlirsə, təbii ki, söhbət həm crude oildən, future spotlardan gedir.